Rusiyanın bugün bölgələrində, vilayətlərində, uclarlarında bildiyim qədər iqtisadi vəziyyət olduqca düşür. Putin bunu başa düşür, anlayır. Və bilir ki, orada yaşayan insanlar da narazıdır. Əslində, bax, onun bu açıqlaması, bu çağırışı bir növ o insanları sakitləşdirməyə yönələn bir siyasi mesajdır. Yəni, o Rus cəmiyyətinə demək istəyir ki, bax, görürsünüz, mən bilirəm, vəziyyətin pis olduğunu bilirəm, ona görə də bu şirkətlərə, nə bilim, bu pullu adamlara, iş adamlarına tələb qoyuram ki, gedin ucqarlarda həyatı canlandırın, gedin orada sərmayə qoyun, iş yerləri açın və s. Yəni, əslində, bu arxasında heç nə durmur, boş bir şeydir. İndi onun açıqlamasından sonra heç kim ucqara getməyəcək. Çünki insanlar bugün Moskvada belə təminatları yoxdur ki, böyünələrində olan pul para sabah əllərində qalacaq. Ucqarlarda isə bu təminatlar ümumiyyətlə yox. Çünki Rusiyanın ucqarlarına doğru getdikcə qanunsuzluqlar, öz başınalıqlar, korrupsiya, nə bilim, cinayətkarlıq daha da artır. Ona görə də, yəni bugün Rusiyada yaşayan insanlar əllərində olan pulu, paranı bu mərkəzlərdə daha rahat qoruya bilirlər, nəinki ucqarlarda. Ona görə də, yəni bir siyasi dediyim kimi məsəl. Ona da əhəmiyyət vermək lazım deyil. Amma vacib olan nədir? Bu tədbirdə Putin Zelenskiyə cavab verdi. Mən də onun cavabını dinlədim. Təbii ki, öz argumentləri var. O da inandırmağa çalışır ki, Rusiya haqlı tərəfdir. Nə bilim, o müraciət edən şəxs deyir. Yəni, bu da normal deyil. Bu, ümumiyyətlə, protokolu bilmək lazım. Etiqeti, yəni siyasi mədəniyyət deyilən bir şey var. Amma sən Rus dövlətinin prezidentisən. İndi nə qədər legitim prezidentsən, Rus xalqı səni doğrudan seçib, yoxsa da 26 ildə orada zorla oturmuşsan, bu başqa məsələ. Bunu mübahisə edək. Amma bütün anlarda sən Ukrayna prezidentinə də başqalarına da hörmət eləməlisən. Və yaxud da orada seçkinin keçirilməsinin vacibliyindən danışır və elə danışır ki, öz aləmində eyham edir də. Bu Zelenski seçilməyib, amma bu seçilir. Sənin o seçilməyə, Zelenskinin seçilməməsindən daha böyük biabırçılıqlarla müşahidə olur. Yəni, seçilmişsən, amma hamı bilir ki, saxta prezidentsən. Amma Zelenskinin səlahiyyət müddəti tutarıb, amma hamı bilir ki, onu 19-cu ildə səhv eləmirəmsə seçkilər gerçəkdən Ukrayna xalqı seçmişdir. Yəni, o azad, ədalətli seçkilərin nəticəsində prezident seçilibdir.